Bismillahirrahmanirrahim. Allah'ın rahmet ve selamı üzerimize olsun inşallah. Ramazan ayının 12. günü hamımız için mübarek olsun. Allah bizlere bağışlasın. Nəql edirlər ki, Ramazan ayının bir mənası budur ki, insan səhərdən, yəni tulu fəcrdən ta məğribə qədər, axşama qədər özünü bütün işlərdən qorumaqlıq. Yəni Allahın qanununa tabi olmaqlıq və bütün hər növ yeməşlik, hər növ içməklikdən özünü saxlamaq, qorumaq və məxsusən günahlardan özünü pəhriz etmək, qorumaq, günahlardan kənar olmaq. Oruçluğun təqribən bir mənası bu ünvandadır. Həzrəti Peyğəmbər əleyhissalam nəql eləyir ki, əs-sumu cunnətun minən-nar. Hər kəs Ramazan ayında oruç tutsa, Allah Teala onun bədənini cəhənnəmdən kənar edər və cəhənnəm ateşi ilə onun arasında böyük bir sədd yaranar, qalxan yaranar, sipər yaranar. Bəs o cəhətdən oruçluğun mahiyyəti çox böyükdür ki, Allah lütf eləsin ki, hər zaman oruçluğun ayında Allaha yaxın olaq və oruçluqdan istifadə edək inşallah. Hazreti Peyğəmbər əleyhissalam buyurur ki, əs-sumu fil-harri cihad. Yəni istilikdə oruç tutmaqlıq Allah yolunda cihada bərabərdir. Bu illər xoş halımıza ki, hava gözəl, sərin, təravətlidir. Yəni insan heç hiss etmir ki, oruç tutub. Amma bəzi aylar, bəzi günlər olur ki, həqiqətən çox isti olur ki, bəzi qardaş bazılar üçün çox çətin olur ki, oruç tutsun. Bəs Peyğəmbər əleyhissalam buyurur ki, həmin o istilikdə oruç tutmaqlıq böyük bir cihada bərabərdir. İmam Sadiq əleyhissalam nəql eləyir ki, İza sumtə fəlyəsum səm'ukə və bəsərukə və şi'rukə və cildukə. İmam Sadiq əleyhissalam buyurur ki, bir insan əgər Ramazan ayında oruç tutursa, o bütün gözünü, qulağını, tükünü, hətta cildini, yəni hətta dərisini belə oruc elətdirməlidir. Yəni, bütün günahlardan özünü qorumalıdır. Allahdan tövfiq istəyək. Bəzi mövzular həqiqətən o qədər çətindir ki, insan nəfsinə qırılır. Nəfsin qarşısında aciz olur və günah edir. Allahdan tövfiq istəyək ki, Allah Teala bizləri bu hədislərə əməl edənlərdən qərar versin inşallah. Amma oruçluğun hökmləri ki, qəsd-qamə, yəni qalmaqlıq 10 gün həddində insan, onlardan biri də budur ki, insan 10 gün əgər bir yerdə qəsd-qamə, yəni qalmaqlıq həddini qəlbində tamamlayırsa, o insan qəsdindən biri də budur ki, hətta tərəxüsü keçə. Yəni o 45 kilometri keçə. Əgər o 45 kilometri keçməsə, o hətta qəsd-qamə onun üçün şərt deyil. Yəni insan evdən çıxarkən o 45 kilometri keçməlidir və getdiyi yerdə 10 gün qalmalıdır. Əgər o 45 kilometri keçməsə və getdiyi yerdə 10 gün qalsa, daha o həmin qəsd-qamə sayılmır. Yəni qəsd-qamə odur ki, o 45 kilometri keçəndən sonra 10 gün niyyət eləyər. Və bir dənə də önəmli məsələlərdən budur ki, insan ki, oruçluğun günündə hərəkət eləyir bir məkana, səhər-səhər, o hara gedirsə geçsin, günorta əzanına qədər ki, evinə ki, qayıdacaq, o qaldığı evin divarları, yəni o kənddir ya rayondur, o rayonun ya kəndin divarları görsənməli və ya ki, əzan səsini eşitməlidir. Bu iki şərti etməlidir, yəni eşitməlidir və görməlidir. Ondan sonra niyyətinə udul eləyər. Yəni, məsələn, sadə bir misal, səhər-səhər getdin, məsələn, bir yerə 45 kilometri keçdin, bütün işləri gördün, qutardın, qayıtdın. Qayıtdın, gəldin, elə ki, rayonu ya kəndi divarları görsənirsə və əzan səsini eşitmək həddində zaman qalıbsa,
Yəni fasilə qalıbçı bilirsən ki, əzan orada verilsə, sən eşidərsən, onda niyyətə udul eləyirsən ki, Allahım bugünkü günün, məsələn Ramazan ayının gününün orucunu tuturam qurbətən ilallah. Bu halətdə orucun düzdür. Amma bu iki şərti görməsən və eşitməsən, demək sən fasilədən uzaqdasan və niyyət etməyə haqqın yoxdur və orucun batildir. Ramazan ayının əməlləri çox sıxıntılı, çətin və gözəldir ki, insan çalışsın ki, özünə diqqət eləsin. Özünə diqqət eləsin, hayıfdır. Oruç tutur, orucu sədəmə görməsin. Allahım özümüzü, atamızı, anamızı, boynumuzda haqqı olanlarımızı, cəm ölüb gedənlərimizin ruhunu şad eylə. Allahım cəmi şəhid ballarımızın ruhunu şad eylə. Qazilərimizi qoru, qazilərimizə şəfa inayət eylə, sıxıntılarını həll eylə. Allahım cəmi əsgərlərimizi hifz eylə. Ölkəmizdə həmişə əmin-amanlıq, sabitlik bərqərar eylə. Ağamız İmam-ı Zaman əleyhissalamın zuhurunu təcil elə. Allahümmə əccilli vəlikəl fərəc və bu ayda bizlərə izzət nəsib elə. Və səlamu aleykum və rəhmətullahi və bərəkətuh.